Salam, kanalıma xoş gəlmisiniz. Coğrafya 6-cı sinif, səhifə 14 və 15-in izahatını verəcəm bugün. Dərsə başlamasından öncə sizdən xahişim var. Kanala abunə olun ki, dərslərimizin davamı gəlsin. Əgər bəyənirsinizsə, bəyən butonuna da basmağı unutmayın. Gəlin baxaq dərsimizə. Coğrafi məkan necə fərqlənir? Biz əvvəlki dərslərimizdə sizə məkan haqqında məlumat vermişdim. Deməli, hər bir məkanın özünə məxsus xüsusiyyətləri olur. Həmin xüsusiyyətləri bilmək üçün onu düzgün təhlil etmək vacib məsələdir. İnsanların yaşayıb yaratması məkanda baş verdiyi üçün biz məkanın hansı xüsusiyyətlərə malik olduğunu öyrənməliyik. Gəlin görək məkanın hansı xüsusiyyətləri var. Məkanın 5 xüsusiyyəti var. 1 mövqe, 2 müxtəliflik, 3 qarşılıqlı əlaqə, 4 dəyişiklik, 5 yayılma. Bunların hər biri haqqında qısa məlumat verəcəm. Sonra fəaliyyət bölməsindəki tapşırıqları edəcək sizinlə. Deməli, mövqedən danışaq. Mövqe nədir? Mövqe məkanda obyektlərin yerləşdiyi yerdir. Misal üçün, Bakı şəhərinin və ya yaşadığımız hər hansı bir yerin mövqeyi, ərazinin mövqeyi. Bəs müxtəliflik nədir? Müxtəliflik məkanda həm təbii proseslər, həm də insan fəaliyyəti nəticəsində yaranan müxtəlif obyektlərin yerləşməsidir. Təbii obyektlər. Biz keçən dərslərimizdə öyrənmişdik. Təbii obyektlər nələri idi? Meşələr, çaylar, göllər, dağlar, düzənliklər və s. İnsan fəaliyyəti nəticəsində yaranan obyektlər isə sosial-iqtisadi obyektlər idi. Onlara nələr aid idi? Fabriklər, zavodlar, məktəblər, parklar, yollar və s. Bütün bunlar insan fəaliyyəti nəticəsində yarandığı üçün sosial-iqtisadi obyektlər sırasına daxil edilirdi və həmin bütün bu obyektlər müxtəliflik yaradır məkanda. Gəlin baxaq görək qarşılıqlı əlaqə nədir? Qarşılıqlı əlaqə məkanda təbiət insan arasındakı qarşılıqlı təsirin ifadəsidir. Məsələn, meşələrin qırılması, çirklənmə, bol yağıntılı ərazilərdə meşələrin yayılması və s. Bütün bu əlaqələr həm müsbət, həm də mənfi təsirlərə malikdir. Misal üçün, mənfi təsirdən danışaq. Meşələrin qırılması necə mənfi təsirləri ola bilər? Meşələrin qırılması nəticəsində yeraltı suların səviyyəsi aşağı düşür. Havada oksigenin miqdarı azalır, sürüşmələr baş verir. Bunlar hamısı mənfi təsirdir. Müsbət təsirə biz nəyi misal göstərə bilərik? Müsbət təsirə, misal üçün, ağacların əkilməsi, yolların salınması və s. Bütün bunlar müsbət təsirlərdir. Ağaclar əkilən zaman havada oksigenin miqdarı artır, yolların salınması bizim gediş-gəlişimizi asanlaşdırır və s. Dəyişiklik nədir? Dəyişiklik zaman keçdikcə məkanın görünüşünün dəyişməsidir. Bu, həm təbii proseslərin, həm də insan fəaliyyəti nəticəsində baş verir. Biz təbii proseslərə misal olaraq nələri göstərə bilərik? Misal üçün, zəlzələni göstərə bilərik, vulkan püskürməsini, daşqınları, seli və s. göstərə bilərik. İnsan fəaliyyəti nəticəsində yaranan dəyişikliyə isə binaların tikilməsi, şəhərlərin salınması, əkin sahələrinin yaradılması və s. göstərə bilərik. Bəs yayılma nədir? Nədir məkanda yayılma? Yayılma məkanda yerləşən obyektlərin şaquli və üfüqi istiqamətdə yayılmasıdır. İndi gəlin fəaliyyət hissəsindəki tapşırıqlara keçək. Nə deyir? Birinci sualda A təsvirində verilən şəkillərə baxın və sualları cavablandırın. Gəlin baxaq A şəklində görək hansı təbii obyektlər verilib. Bir də biz nəyi görürük? Dağlıq ərazini görürük. 2-də nəyi görürük? Təbii ki, bu buzlaq sahəsidir. Buna iceberg də deyirlər. Gələcək dərslərimizdə keçəcək sizinlə. 3-də biz səhranı görürük. İsti və quraq iqlimə malik olan səhra ərazisidir. 4-də də meşə ərazisini görürük. Sonra A variantında biz təbii obyektlərin adlarını sadaladıq. B variantına baxırıq. Onlar bir-birindən hansı xüsusiyyətlərinə görə fərqlənir? Bütün bunlar bir-birindən havanın temperaturuna, yağıntılarına, canlı aləminə, yerləşdiyi əraziyə və digər səbəblərə görə fərqlənir.
C variantına baxırıq. Hansı məkanda isti və quru hava şəraiti mövcud ola bilər? Bu sualı bayaq cavablandırdıq. Təbii ki, səhra ərazisində daima isti və quraq ərazi hökm sürür. Yağıntılar demək olar ki, çox az düşür və ya heç düşmür. Yəni bu səhra ərazisidir. Bu sualın cavabı üçüncü şəkildir, səhra ərazisi. Sonra ikinci suala baxırıq. B şəklini təhlil edin. B şəkli hansıdır? Bu şəkildir. Nə deyir A variantında? Şəkildəki məkanda komponentlər arasında hansı qarşılıqlı əlaqələr var? Biz burada hansı əlaqələri görürük? Təbiət. Təbiət və insan arasındakı qarşılıqlı əlaqələri görürük. Amma burada ən çox qabardılan əlaqə əlbəttə ki, təbiət və insan arasındakı əlaqədir. Keçirik B variantına. Məkanda dəyişikliklərə səbəb olan faktları müsbət və mənfi olmaqla qruplaşdırın. Bütün bu əlaqələrin bildiyimiz kimi müsbət və mənfi xüsusiyyətləri var. Gəlin müsbət xüsusiyyətləri sadalayaq. Misal üçün ağacların əkilməsi, meşə zolağının salınması və ya burada görürük şəhər salınıb. Bütün bunlar müsbət xüsusiyyətlərdir. Bəs mənfi xüsusiyyətlər nələrdir? Mənfi xüsusiyyətlər misal üçün meşələrin qırılması insanlar tərəfindən və ya qanunsuz ov edilməsi yenə insanlar tərəfindən mənfi xüsusiyyətlərə aiddir bunlar. Canlıların məhv olması, ov nəticəsində canlılar məhv olur. Meşə yanğınları baş verir. Misal üçün, meşə yanğınları nəticəsində də havaya küllü miqdarda zəhərli qazlar daxil olur. Bu da mənfi təsirlərdir. Sonra turşulu yağışların yağmasına səbəb olur. Qlobal istiləşmə, havanın çirklənməsi. Bütün bunlar hamısı mənfi təsirlərdir. Keçirik üçüncü suala. Sizcə B təsvirindəki məkan insan fəaliyyətinin mənfi təsiri nəticəsində A şəklindəki hansı məkana çevrilə bilər? Gəlin baxaq. İnsan fəaliyyəti nəticəsində burada bir sıra artıq dəyişikliklər baş verəcək və ən sonunda bu üçüncü şəkildəki səhra ərazisinə çevriləcək. Çünki getdikcə nə yaranacaq? B şəklindəki meşələrin qırılması və ağaclardan məhrum qalması nəticəsində ərazidə çılpaqlaşma baş verəcək. Bundan sonra bu ərazi sular, sonra küləklər tərəfindən dağılacaq və münbitliyini itirəcək və səhralaşma prosesi baş verəcək. Yəni bu ən sonunda üçüncü şəkildəki səhra ərazisinə çevriləcək və insan fəaliyyətinin təsiri nəticəsində əlbəttə ki. Sonra keçirik dördüncü suala. Nə deyir? Yaşadığınız məkanda komponentlərin qarşılıqlı əlaqəsinə aid nümunələr göstərin. Bunu artıq özünüz sərbəst işləyəcəksiniz. Əgər siz dağlıq ərazidə yaşayırsınızsa, orada nələr baş verir, komponentlərin qarşılıqlı əlaqəsindən danışacaqsınız və ya düzənlik ərazidə yaşayırsınızsa, orada yenə komponentlərin qarşılıqlı əlaqəsinə aid misallar gətirəcəksiniz. Misal üçün, dağlıq ərazidə meşələr varmı, yağıntılar çoxmu düşür və ya ağaclar, qulluq necədir, ağaclar qırılırmı, insan fəaliyyəti nə vəziyyətdədir, insanlar ağac əkməyə davam edirmi və ya ağacları qırırmı və s. Sizin olduğunuz ərazidə vəziyyət necədir, o vəziyyəti danışacaqsınız. İsti yerdə yaşayarsınızsa, yağıntıların az düşməsi nəticəsində quraqlıq baş verirmi və s. kimi səbəbləri izah edəcəksiniz. Sonra keçdik 5-ci suala. 5. C şəklindəki Dubay şəhəri təsvir edilmişdir. Gəlin baxaq görə A-da nə deyir? A variantı 2005 və 2023-cü ilə aid şəkillərdə hansı dəyişiklikləri görürsünüz? Baxırıq. Bu 2005-ci ilə aid şəkildir. Bu da 2023-cü ilə aid şəkildir. Biz nə görürük? 2005-ci ildə bu şəkildə Dubayın verilən ərazisində boş yerlər var. Bir neçə hündür bina var. Sonra dəmir yol xətti görünür və s. 2023-cü ildə biz artıq nə görürük? Görürük ki, müasir dizaynda tikilmiş hündür binalar var, yollar var, körpülər var və şəhərin planlı şəkildə tikilməsi və onun inkişafını görürük. B variantı. Bu dəyişikliklərin səbəbləri nə ola bilər? Təbii ki, iqtisadi inkişaf, müasirlik, şəhərin planlı şəkildə dəyişdirilməsi,
Buna sıxlıq və ya görünüş də aid edilə bilər. Əhalinin sayının artması və sair səbəblər şəhəri zaman keçdikcə dəyişdirmişdir. Sonra 6-cı suala baxırıq. D təsvirinə əsasən sualları cavablandırın. D təsviri də bu təsvirdir. Şəkildə komponentlərin yayılması barədə nə deyə bilərsiniz? Biz nə görürük? Şəkildə görürük ki, komponentlər həm üfüqi istiqamətdə, yəni enə doğru yayılma var, həm də şaquli istiqamətdə, yəni hündürlük artdıqca komponentlərin yayılmasını görürük. B variantına baxırıq. K və L nöqtələrində təsvir edilən meşələrin yerləşdiyi məkanlar bir-birindən nə ilə fərqlənir? Biz K məntəqəsində görürük, bura düzənlik ərazidir. L məntəqəsində nə görürük? Görürük ki, dağlıq ərazidir. Yəni, biri dağlıqdır, digəri düzənlik ərazidir. C variantına baxırıq. Sosial-iqtisadi obyektlərin üfüqi və şaquli yayılması mümkündürmü? İzah edin. Əlbəttə mümkündür, amma düzənlik ərazilərdə insanlar daha çox məskunlaşır. Ona görə də sosial-iqtisadi obyektlər düzənlik ərazidə, yəni bu ərazidə daha çox olacaq. Ancaq dağlıq ərazidə biz bunu az görəcəyik. Niyə? İnsanlar ən çox düzənlik ərazidə məskunlaşmağa üstünlük verdiyi üçün, dağlıq ərazidə insanlar daha az yaşadığı üçün, əlbəttə ki, sosial-iqtisadi obyektlərdə ən çox düzənlik ərazidə yayılacaq, baş verəcək, tikiləcək. Yəni məntəqəsində, yəni bu ərazidə sosial-iqtisadi obyektləri biz çox az görəcəyik. Bu sualın da cavabı belə idi. Keçirik 7-ci suala. Azərbaycanın siyasi inzibati xəritəsinə əsasən sualları cavablandırın. A. Yaşadığınız şəhər və ya rayonun mövqeyini müəyyən edin. Gəlin biz açaq 83-cü səhifəni. Burada bizim xəritəmiz var idi. Misal üçün, siz hansı rayonda yaşayırsınız? O rayonu tapacaqsınız, göstərəcəksiniz. Misal üçün, Qəbələ. Deyək ki, biz Qəbələdə yaşayırıq, Qəbələni göstəririk, ona qonşu olan rayonları göstərə bilərsiniz. Misal üçün, Oğuzdur, sonra Qəbələnin qonşu rayonları Ağdaşdır, İsmayıllıdır, Qusardır və s. Yəni, siz hansı rayonda yaşayırsınızsa, onu göstərirsiniz. Və ya başqa birini götürək. Misal üçün, yaşayırsınız Qobustanda. Qobustanı göstərirsiniz, Qobustan buradır. Qonşu rayonlar hansılardır? Şamaxı, Xızı, sonra Hacıqabul və digərlərini də tapırsınız. Belə, bu qədər asandır. Sonra qaydırıq yenə əvvəlki səhifəyə. Nə deyir əvvəlki səhifədə? B variantı sonuncu sualdır. Sizə qonaq gəlmək istəyən dostunuza evinizin yerini necə izah edərdiniz? Əlbəttə ki, siz olduğunuz yerin ünvanını deyəcəksiniz. Hansı yollarla gələ bilər, onları deyə bilərsiniz. Belə, bu qədər. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm ki, sizlər üçün faydalı video olmuşdur. Ümid edirəm ki, bu dərsdən siz nələrsə öyrəndiniz. Hər birinizə uğurlar arzu edirəm. Təşəkkür edirəm. Gələn dərslərdə görüşmək üzrə. Sağ olun.